Bir dənə salavat xatm eləyək Muhammed və ali Muhammedin ruhuna. Allahümme salli ala Muhammedin və ali Muhammed. Bir dənə də salavat xatm eləyək haqqı boynumuzda olanların ruhuna. Həqiqətən haqq kiminsə haqqı, yəni boyunda olmaq çox çətin bir məsələdir. Qiyamətin günündə ən çətin hesabatlardan biri də, daha doğrusu ən birinci yerdə dayananı haqqın nas günahlarıdır. Haqqın nas günahların, yəni hesabatının çətinliyi görün, o qədərdir ki, yəni hətta bizim Peyğəmbərimizin qızı Fatimə Zəhra salamullah əleyha dünyasını dəyişənə yaxın həyat yoldaşı Əli Əmrəl-Mömin əleyhissalama dedi ki, bəs məni halal eylə. Əli əleyhissalam buyurdu ki, həyatım boyu sən məni incitməyibsən, mən həmişə səninlə razı qalmışam. Haşa, sənin, yəni mənim boynumda belə bir mənə əzab verərsən, mənim haqqımı tapdalayasan, belə bir şey olmayıb. Amma Fatimə Zəhra salamullah əleyhə buyurdu ki, əmoğlu, ola bilər həyatda mən haçansa səni incitmiş olaram. Yəni ki, elə bir kiçik, yəni bir əməl olar ki, o əməl səbəbindən mən sabah qiyamətin günündə Allaha cavab verməli olaram. Ona görə sən məni halal elə. Ona görə biz də gələk həmişə o haqq sahiblərini heç vaxt yaddan çıxartmayaq. Ona görə deyirəm ki, bir dənə salavat xatm eləyək, haqqı boynumuzda olanların ruhlarına. Allahümme salli ala Muhammedin və ali Muhammed. İslam dininin aparıcıları olan alimlərimizin, ustadlarımızın cümlələrinin ruhlarına salavat xatm edin. Allahümme salli ala Muhammedin və ali Muhammed. Mömin və möminat, müslüm və müslümat olan bevarislər və kimsəsizlər ki, olub həyatda, onları yada salanlar yoxdur. Onları da yad eləyək və ruhlarına bir dənə salavat xatm eləyək. Allahümme salli ala Muhammedin və ali Muhammed. Kərbəla şəhidləri, o cümlədən cəmi İslam dini yolunda nə qədər ki şəhidlərimiz var, belə ki Kərbəla əsirləri ilə bahəm ruhlarına salavat xatm eləyək. Allahümme salli ala Muhammedin və ali Muhammed. Axırıncı salavatımızı dini dünyamızın əmin-əmanlı olmasına ötəri və bu ibadətlərimizin Allah dərgahında qəbul olması və İmam-ı Zaman ağamızın bizdən razı və xoşnut olmasını ötəri Muhammed və Ali Muhammedin ruhuna salavat xatm eləyək. Allahümme salli ala Muhammedin və ali Muhammed. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Bariyel halaybil ecmain. Vessalatu vesselamu ala Abdullah ve Resulih. Ve Habibihi ve Sefiyyeh. Seyyidina ve Nebiyyina ve Mevlana ve Qasım Muhammed sallallahu aleyhi ve alihi ve sellem. Ve la'anetullahi ala a'daihim ecma'in minel âne ila qiyâmi yevmiddin. Amma ba'd qâlel hakim fî mehkemi kitabikel azim. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İqri bismi rabbikellezî halaka. Halakal insana min alaka. İqri ve rabbekel ekreme. Ellezî allemel bil kalem. Allemel insana ma lem ya'lem. Sadakallahul aliyyul azim. Amma ba'd. Ötən söhbətim, yəni bizim Peyğəmbər sallallahu aleyhi və səlləmin
məbus olmağından ibarət idi. Belə ki, ötən söhbətdə yarıda qaldıq. İndi istəyirəm kəlmə söhbətin ardın inşallah İmam Zaman Ağanın köməliyi ilə o barədə bir qədər söhbət edəcəm. Amma bir dənə məsələni ötən söhbətimdə mən danışmadım. Çünki əgər hər söhbəti danışsam, irəli də demişəm də, söhbətləri eləyəndə söhbətlər biri-birini çəkib başqa-başqa yerlərə aparır. Yəni, hər bir söhbət eləsi, bir də görərsən ki, lazım olan səmtə gedib çıxmadın, başqa bir səmtə gedib çıxdı. Ona görə söhbətin bir dənə hissəsini mən qeyd eləmədim. O da ondan ibarət idi ki, necə ki, ötən söhbətimdə qeyd elədim, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm 38 yaşında bir gün yuxu aləmində Peyğəmbər bir səs eşitdi ki, ya Resulallah, yəni ki, ey Allahın Rəsulu, və bu sədanı eşidəndən sonra bu Peyğəmbərimiz deməli holunaq yerindən oyandı və bu səs Peyğəmbərin qəlbində dərin iz qoydu və Peyğəmbərimizin, yəni Allah Teala'ya olan inamını və imanını hədsiz dərəcədə bir qədər də yəni artırdı. Necə ki, əvvəldə də, yəni bu söhbətdən əvvəl qeyd elədim ki, yəni Peyğəmbər sallallahu həmişə xilqət haqqında fikirləşirdi və onda bir növ yəqinlik hasil olmuşdu ki, bu kainatı, alimləri yaradan canlı bir qüdrət sahibi var. Belə ki, həmişə ətrafında sanki elə hesab eləyərdi ki, kimsə gəzir, yəni ki, sədalar eşidərdi, amma baxanda heç kəsi görməzdi. Tayin ki, yuxu aləmində Peyğəmbərimizə elə söz deyiləndən sonra Peyğəmbərin inamı bir qədər çoxaldı. Yəni, demək istəyirəm ki, insan ki, Allah Teala'nın varlığına hədsiz dərəcədə imanı oldu və Allahın buyurduqlarının düzgünlüyü ilə əmələ gətirməyə çalışdı. Belə insanlarda, yəni yuxu aləmində onlara belə ilhamlar, belə sözlər deyilir. Yəni, Allah Teala hər insana özünü büruzə vermir. O insana özünü büruzə verir ki, yəni həmən insanın Allah Teala'nın varlığına yəqinliyi 100 yox, bəlkə də 1000% olur. O nöqteyi nəzərlə də Allah Teala da belə şəxslərə özünü bir növ tanıtdırır. Belə şəxslərə mükaşifə əhli deyirlər. Yəni, belə mükaşifə əhlləri yəni, yuxu aləmində onlara həqiqi yuxular görsənir və gündüzlər o yuxular gerçəkləşir. Yəni ki, qeybdən yuxu aləmində səslər eşidirlər və o səslər o qədər ləziz olur ki, insan deməli onu, o səsi dünya ləzzəti ilə heç növ tutaşdıra bilmir. Sizin yaxşı başa düşməyiniz üçün, yəni mən demək istəyirəm ki, bir nəfər var idi, daha doğrusu da indi də yaşayır, mənlə ünsiyyətdə olur, çox təqvalı, pəhrizkar bir insandır. Deməli, bir gün bu mənə dedi ki, bəs mənə yuxuda deyildi ki, sən bilirsən kimsən? Mən dedim ki, mən kiməm? Dedi, sən 7 oğul atasısan. Belə deyəndə mən holunaq oyandım.
O səs o qədər mənə ləziz gəldi ki, bəlkə də dünyada o müsabiqədə, gözəllik müsabiqəsində birinci yeri tutan o qadınlardan mənə 1000 dənə və daha çox hədiyyə versələr, mən deyərəm təkcə elə bir dəfə o səsi eşidim, təki mənə belə dünyanın belə ləzzətləri, yəni ki, ən gözəl ləzzətlərini mənə təklif eləsələr, mən heç birini qəbul eləmərəm. Deyir, mən oyanandan sonra fikir elədim. Oğul haqqında, oğlanlarım haqqında ki, görüm, həqiqətən mənim neçə oğlum var. Gördüm, mənim bir dənə, deməli, övladım dünyasını dəyişib, hal-hazırda da 4 dənə var. Deməli, mənim 5 dənə övladım var idi. Amma bu səs mənə dedi ki, sən 7 oğul atasısan. Sonradan onu, deməli, 2 dənə də oğul övladı oldu və həmən səsin sözü gerçəkləşdi, həqiqətə çevrildi. Və bir dəfə də yenə mənə dedi ki, bir gün mən yenə sübh namazının vaxtında qeybdən mənə bir dənə söz deyildi. Sən müctəbasan. Oyandım, gördüm ki, sübh namazının yəni vaxtlarıdır. İndi 3 dəqiqə ya 5 dəqiqə qalan dövrləridir. Əsl həqiqətdə belə səslər insana sübh namazının vaxtlarında, yəni sübh namazına yaxın olan vaxtlarda aşkar olur. Deyir, mən müstəba sözün bilmirdim nə deməkdir. Durdum, lüğət kitabları axtarış elədim. Gördüm, yazılıb ki, müstəba sözünün mənası seçilmişlərdənsən deməkdir. Yəni, İmam Həsən əleyhissalamın ləqəbidir, Həsən-i Müctəba, yəni seçilmiş mənasındadır. İndi mən bu sözü deməkdə mənim bir dənə məqsədim var ki, xüsusən ona görə mən bunu burada qeyd edirəm ki, biz çox vaxt televizorlarda da görürük. Bir də görərsən ki, dini yığıncaqlarda bu növ sözlər deyiləndə hansısa bir qadın ya hansı bir kişisə belə-belə sözlər deyəndə psixoloqlar, yəni ki, ekstress deyirlər, nə deyirlər? Bunlar, yəni bu cür sözləri deyənlərin sözlərinin əksinə gedirlər. Çalışırlar ki, onları yalancı çıxardarlar, onları ruhi xəstə adlandırırlar. Amma indi mən demək istəyirəm ki, əgər bu ruhi xəstədirsə, nə üçün belə təqvalı və pəhrizkar insana ən gözəl sözlər deyirlər və ən düz olan sözlər deyirlər, həyatda gerçəkləşən sözlər deyirlər. Nə üçün bunlara quldurdan, şərabxordan, oğrudan, ya sən yalan danışansan demirlər. Onlara ən gözəl sözlər deyirlər. Və eyni zamanda nə üçün bu səsi eşidən insan o səsdən o qədər ləzzət alır ki, onu dünyanın heç bir ləzzəti ilə tutaşdırma mümkün deyil. Deməli, belə məlum olur ki, bu ki, mən deyirəm, psixoloq ya ekstressdir, nədir bilmirəm, bunlar ziyalıdır, oxuyublar, elmləri var. Amma bu növ işlərə rast gəlmədikləri üçün belə şeylərə, belə sözlərə inana bilmirlər. Öz elmləri sayəsində elmləri var. Bu barədə elmləri yoxdur. Amma qanunla bir məsələnin haqqında yəqinliyə gəlməkdən ötəri
insan gərək hər bir işdə əvvəl Qur'ana müraciət eləyər. Əgər Qur'an onu təsdiq eləyirsə və Qur'anda qeyd olunubsa ki, bu belə ola bilər, ona inanmalıdır. Nəinki onun ziddinə getməlidir. Bizim Peyğəmbər salavatullah neçə dəfələrlə bizim birinci imamımız Əli Əmrül-Mömin əleyhissalama buyurub ki, mənlə də Peyğəmbərlik qutardı. Amma Allah Teala'ya yaxın olan insanlara, yəni o şəxslər ki, Allah'a sırf inanırlar və Allah Teala'nın buyurduqlarını əmələ gətirirlər, onlardan kəramətlər baş verəcək. Onlara ilhamlar olunacaq. Onlara yuxu aləmində qeybidən sözlər deyiləcək. Bir hədisdə var, bir gözəl hekayədir, deyir, İbrahim Peyğəmbər bir günü deməli, nətərsə bir səhralıqda hərəkət eləyirmiş, amma bir yerə çıxa bilmirmiş. Həddindən artıq susamışmış. Day, necə deyərlər, susuzluqdan həlak olmaq dərəcəsinə gəlib çatılmış. Bir təhər özünü bir dənə çobana yetirir. Çobana yetirir, deyir, çoban qardaş, bəs mənə su ver, həddindən artıq susamışam. Çoban deyir ki, bəs suyum yoxdur, ancaq sənə dəvə südü verə bilərəm. Peyğəmbər, bizim Peyğəmbərimiz İbrahim Peyğəmbər yəni deyir ki, su olsa lap yaxşı olar. Belə deyəndə, deyir, bu şəxs adi çobandır. Deyir, dabanım vurur yerə, yerdən bir dənə çeşmə çıxır. Və əlində olan, yəni çobandır da, hər halda onun bir iskanından ya quruşqasından olmamış olmaz. Deyir, o quruşqanı götürür, gəlir o sudan bir iskan doldurur, verir İbrahim Peyğəmbərə. İbrahim Peyğəmbər deyir, suyu içir, amma fikir götürüb İbrahim Peyğəmbəri ki, bu necə olan şeydir? Mən Peyğəmbərəm, məndən bu iş hasil olmur, amma bu adi çobandır. Ayağım vurdu, ayağın altından çeşmə çıxdı. Deyir, suyu içdi, indi neçə quruşqa içdi, Allah bilsin, xulasa doydu, minnətdarlıq elədi çobana və çobandan ayrıldı, indi gedir, ancaq fikir götürüb İbrahim Peyğəmbəri deyir, Allah Teala bir dənə mələk göndərdi insan surətində Peyğəmbər sallallahu. Həmən insan indi ya çoban surətində, ya hər hansı bir surətdə İbrahim Peyğəmbərlə rastlaşdı. Çünki Allah tərəfindən bu işin təbirin İbrahim Peyğəmbərə demək istəyirdi. Rastlaşanda salamlaşdı, keçmədi İbrahim Peyğəmbəri. Dedi, səni mən fikirli görürəm. Nə məsələdir? Dedi, mənim məsələmi sən həll edə bilməzsən. Dedi, yox, gələk deyəsən. Çünki mələkdir də, insan surətindədir. İbrahim Peyğəmbərə deməlidir. İbrahim Peyğəmbər gördü, bu əl çəymir. Dedi, halı hekayət belə. Bir dənə çoban qıçın yerə vurdu və su cari oldu. Dedi, bil və agah ol ki, mən Allah tərəfindən gəlmiş elə mələyəm. Allah Teala məni göndərdi ki, bu vasitə sənə bildirəm ki, Allah Teala buyurur ki, o çoban çöl biyabanda gecə gündüz mənə ibadət edir. Onun işi, sənəti ancaq mənə ibadət eləməkdir, bir də qoyunlarını utan. O mənim yaratdığım
qullarımdan biri olduğu halda mənim dediklərimi elə et. Necə ola bilər ki, mən onun dediyini eləməyəm? Çünki o məndən istədi suyun cari olması, yerdən çeşmə halında çıxması, mən də onun üçün hasil edim. Yəni, demək istəyirəm ki, Allah Teala'ya yaxın olan insanlarda hətta kəramətlər baş verir. Yəni, bu növ kəramətlər bizim alimlərdən də çox baş verib. İndi mən bunların hamısını burada desəm, Peyğəmbərin məbus olması haqqında olan söhbətləri onda gərək dayandıram. Yəni, demək istəyirəm ki, bu insanlar belə işlərə rast gəlmədikləri üçün yuxu aləmində insana deyilən o növ sözlərə inanmırlar və belələrini ruhi xəstə adlandırır. Hər halda bizdən deməkdir, indi onlar necə eşidənlər qəbul eləyər, özləri bilər. Amma mən ki, əvvəldə Ələq surəsindən 5 dənə ayə oxudum ki, bu ayələr birinci dəfə deməli bizim Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Həra mağarasında o vaxtdır ki, Cəbrəil əleyhissalamla Mikail əleyhissalam Peyğəmbərə nazil oldu və orada Cəbrəil əleyhissalam Peyğəmbərliyə, yəni bizim Peyğəmbəri məbus elədi və həmən bu ayələri oxudu. İqri bismi rabbikəl-ləzi xələqə xələqəl insana min ələqin İqri və rabbəkəl əkrəmə əlləzi əlləməl bil-qələm əlləməl insana maləm yələm. Bunun da mənası odur ki, oxu bir olan Allahın adı ilə ki, siz insanları Allah Teala bir damcı sudan, yəni nütvədən yarattı, laxtalanmış qandan yarattı və sizi belə bir dərəcədən, yəni ən aşağı dərəcədən ən yüksək səviyyə qaldırıb Peyğəmbərliyə çatdırdı və sizə elmi öyrətdi və dünyanı yoxdan yarattı və Allah böyükdür vəsfidən, tərifdən. Yəni insan Allah Teala'yı vəsf eləməklə alınmaz. İnsan sözü Allahın vəsfini deyib tamamlaya bilməz. Yəni Peyğəmbər sallallahu ki, Peyğəmbərliyə məbus oldu. 3 il irədə dediyim kimi gizli bir şəraitdə, yəni öz Peyğəmbərliyini bəzi dostlarına, yaxınlarına onlara dedi və onları bir olan Allahın varlığına dəvət elədi. Ta bu nöyünə deməli 45 ya 50 nəfərə qədər insan Allahın varlığına inandı və imana gəldi, Peyğəmbərə iman gətirdi. 3 ildən sonra deməli ki, Allah Teala Şuara surəsinin 214 və 215-ci ayələrini bizim Peyğəmbər sallallahu deməli Cəbrəil əmin vasitəsilə yetirdi. İndi bunlar ərəbcə oxunmaq fərq eləməz. Yəni əsl həqiqətdə bunun mənası isə ən yaxın qovmilərini qorxud və sənə tabi olanları qanadının altına al dedi. Bundan sonra Peyğəmbər sallallahu yəni birinci dəfə deməli Allah tərəfindən Peyğəmbər öz qovmunu dəvət eləməyə dəvət olundu. Ona görə bəzi kitabda ixtisar şəklində yazırlar ki, Peyğəmbər sallallahu Qureyşdən olan əlbəttə ki,
hələ o vaxta qədər onlar iman gətirməyən şəxslərdən dəvət elədi öz məclisinə. 45 nəfər də yazırlar, 40 nəfər də yazırlar. Amma bəzi kitablarda bir qədər geniş şəkildə yazırlar ki, yəni Əli əleyhissalama dediyi sabah get bazardan qoyunun qabaq budundan birisini al gətir və Qureyşdən 40 nəfərə təklif elə, ta onları deməli Allah Taala'nın varlığına deməli dəvət edeyim. Və hər hal xülasə-i kəlam Peyğəmbər sallallahu həmən gün deməli bir məclis təşkillədi və o qoyunun bir dənə budu ilə bir qədər yemək düzəltdi. Qureyşdən 40 nəfər də dəvət elədi. O cümlədən Allah lənət eləsin, onun əmisi, Peyğəmbərimizin əmisi Əbu Ləhəb də orada idi. Dəvət elədi. Onlar deməli Peyğəmbərin məclisində yeməyi yedilər. Yeyəndən sonra hələ bir qutarmamışdılar. Əbu Ləhəb dedi ki, baxın Muhammedə azacıq olan yeməklə sizin hamınızı doyuzdurdu. Və orada yazırlar ki, Peyğəmbər sallallahu aleyhi imkan verilmədi danışmağa və orada qarma-qarışıqlıq saldı və həmən günü bu cəmiyyət deməli dağılışıb getdilər. Peyğəmbər sallallahu aleyhi təzədən Əli əleyhissalama dedi ki, bugünkü kimi yenə də sabahları bir dənə yəni qoyun budu al və yemək içmək düzəldək, onları təzədən dəvət eləyək. Xülasə, onları ikinci dəfədən məclis təşkillədi. Həmən cəmiyyəti yenidən öz evinə, məclisinə dəvət elədi. Dəvət eləyəndən sonra deyir, yemək qutaran kimi Peyğəmbər sallallahu aleyhi sözə başladı. Dedi ki, heç bir qovumun böyüyü, ağsaqqalı öz qovumunu pis bir işə dəvət eləməz. Və bilin ki, siz yatdığınız kimi öləcəksiniz və oyandığınız kimi də diriləcəksiniz. Diriləndən sonra, yəni Ərasat-ı Məhşər deyilən bir yer var ki, Adəmdən Xatəmə qədər olan bütün insanlar ora cəmlənəcək. Və orada insan elədiyi bütün əməllərin, istər yaxşı olsun, istər şər olsun, hamısının hesabatı, yəni orada veriləcək. Şər əməl eləsə cəhənnəmə düşəcək, xeyr əməl eləsə cənnətlə mükafatlanacaq. Və bilin ki, mən sizə Allah tərəfindən Rəsul təyin olunmuşam, Peyğəmbər təyin olunmuşam və mən siz üçün ən gözəl bir din gətirmişəm ki, mənim gətirdiyim bu dinin mislin hələ indirin özünə qədər heç bir kəs gətirməyib. Belə ki, bundan gözəl bir şey heç kəs öz qovmu üçün gətirməyib. Və bilin ki, kim mənə bu işdə kömək eləsə, mənim bu dediklərimi birinci qəbul eləsə, deməli, dünyada o mənim həm xəlifəm, həm vəsim, həm vəzirim, həm qardaşım, mən dünyamı dəyişəndən sonra da mənim yerimdə canişin olacaq. Belə deyəndən sonra, deməli, heç kəs dinmədi. Dinməyəndən sonra, deməli, orada bir dənə Əli əleyhissalam, onda deyir, ya 14, ya 15 yaşı vardı, keçdi qabağa və dedi, ey Allahın Rəsulü, mən sənin dinini qəbul edirəm. Peyğəmbər sallallahu aleyhi dedi ki, sən otur. 3 dəfə bu noyu təkrar olunandan sonra 3-cü dəfə Peyğəmbər sallallahu Əli əleyhissalamı əlin verdi və Əli əleyhissalam bütün cəmiyyət içində Peyğəmbərə yəni iman gətirdi və bundan sonra deməli Peyğəmbər sallallahu öz ağzının suyundan bir qədər
Əli əleyhissalamın ağzına qoydu və sinəsinə, kürəyinə çəkdi. Belə eləyəndən sonra Allah lənət eləsin Əbu Ləhəbə. Burada da məsxərə yolu ilə Peyğəmbərə dedi ki, o sənin dediklərini qəbul elədi. Sən isə öz ağız suyuyla onun ağzın, üzün, gözün hamısı suladın, buladın. Belə deyəndə Peyğəmbər sallallahu dedi, xeyr, sənin fikirləşdiyin kimi deyil. Mən bununla öz əmim oğlu Əlinin sinəsin elmlə, helmlə doldurdum və onun danışıqlarında ona natiqlik, səlislik, bəlağətlilik, elm verdim. Və bununla da deməli məclis dağılışdı. Məclis qutarandan sonra deməli ikinci dəfə yenə də Hücr surəsinin 214, 200 bağışlayır, Hücr surəsinin deməli 94-cü ayəsi ilə Allah Teala Peyğəmbər sallallahu aleyhi dedi ki, bəs insanları aşkara indiki dəvət elə. Belə deyəndən sonra Peyğəmbər sallallahu aleyhi getdi, çıxdı, Səfa dağı vardı orada. Çıxdı o Səfa dağının üstünə, ya sabaha deyib cəmiyyəti çağırdı. Yəni, onlarda da bu kəlməni deməli, o mənanı daşıyırdı ki, yəni bir qəribə iş baş verəndə, ya bir hadisə baş verəndə, kimsə çıxardı orada ya sabaha deyəndə, hamı bilərdi ki, nəsə bir qəribə iş var. Ya düşmən hücum edir, ya kimsə ölüb, hansısa bir yeni xəbər var, bütün cəmiyyət oraya yığıldı. Orada da deməli Peyğəmbər sallallahu aleyhi insanlara orada dedi ki, bəs mən sizə desəm ki, bu dağın dalında düşmən var, indi sizə hücum eləyəcək, inanarsınız mənə? Onlar dedi ki, bəli. Çünki Peyğəmbər sallallahu aleyhi heç vaxt yalan danışmamışdı. Ona görə hamısı dedi ki, bir ağızdan ki, biz sənə inanarıq. Belə deyəndən sonra dedi, bilin bu agah olun ki, mən Allah tərəfindən sizə Peyğəmbər göndərilmişəm, siz üçün din gətirmişəm. Eyni ilə öz məclisində dedikləri sözləri bunlara da dedi. Daima bunları təkrarlamıram. Bunlara deyəndən sonra Allah lənət etsin Əbu Ləhəbə. Burada da yenə dedi, təbbən ləkə. Yəni, o məlum dedi ki, məhv olasın. Bizi elə bunun ötürü çağırmışdın. Və cəmaat dağılışdı. Burada deməli, bu Əbu Ləhəbin bu cür pis əməlinə görə Allah Teala onu Əbu Ləhəb surəsini yəni göndərdi. Təbbət ləkə Əbu Ləhəbin və təbbət ma əğnə ənhüm malhü və mə kəsəbə səyəsli narən zatə ləhəb. Belə bir surədir, balaca bir surədir göndərdi. Bununla da yəni Allah Teala bunun da mənası odur ki, yəni qət olsun Əbu Ləhəbin iki əlləri. Yəni necə ki, əli qət olub, kəsilib, yəni xeyirdən. Belə ki, onun varı dövləti ona xeyir verməz. Sabah qiyamətin günündə cəhənnəmin əzabında, o şöylənmiş əzabında, otunda yanar. Və belə ki, onun övrəti vardı, Ümmü Cəmil. Əbu Süfyanın bacısı idi. Meşədən odun gətirən idi. Cəmiyyət içində nəmaməli eləyərdi. Necə yəni, söz gəzdirərdi, söz düzəldərdi Peyğəmbərin adına. Çalışardı ki, cəmiyyəti Peyğəmbərdən uzaqlaşdırsınlar. Və yazırlar ki, deməli, onun boyunda bir dənə xurma lifindən ip vardı. Allah Teala bu surə ilə vədə verir ki, sabah qiyamətin günündə o Ümmü Cəmil də cəhənnəmdə o ipi əvəz eləyəcək 70 zirayı uzunluğunda olan cəhənnəmdən, otundan olan o zəncir onun boynundan sallanacaq. Bir zirayı da deməli hər bir insanın parmaqlarının ucundan dirsəyə qədərdir. Amma orasını da deyim ki,
o zəncir haqqında ki, deyirlər cəhənnəmdə olan o zəncir, onun bir halqasını deyir, dünyaya gətirib ən böyük dağın üstünə qoysun, o dağ onun istiliyindən əriyər. Yəni cəhənnəm odur, belə şiddətlidir. Və bundan sonraki Peyğəmbər salavatullah başladı aşkara təbliğ eləməyə, insanları İslam dininə dəvət eləməyə. İrədə dedim də Peyğəmbərin adından çox insanların adı var idi. Çoxları yəni bilmirdilər ki, bu həqiqətən Mühəmməddir, ya başqa bir Mühəmməddir. İndi bunun həqiqi o Peyğəmbər Mühəmməd olmalığını bilməkdən ötəri yazırlar ki, Məkkə müşrikləri, yəni o müşrik bütpərəstlər deyərlər. Belə qərar gəldilər ki, 2 nəfər göndərsinlər, yəni Yahudi alimlərinin yanına və öyrənsinlər ki, sizin o Torat kitabında axı Peyğəmbərin gəlişi haqqında xəbər var. Bizə bir deyin görər, biz nədən bilək ki, bu həmən Mühəmməddir? Həmən Mühəmməd olmalığını biz hardan bilək? Bu 2 nəfər, deməli biri Həzir İbni Harisdir, bir də ki, Üqbə adında bir şəxsdir. Getdilər Yahudi alimlərinin yanına. İndi inşallah bu söhbətin ardı, gələn söhbətində eləyəcəyəm. Onlar da deməli Peyğəmbərin xüsusiyyətlərini dedilər. Dedilər, gedərsiniz ona 3 dənə sual verərsiniz. Əgər o suallardan 3-ünün də cavabını verə bilsə, bilin ki, Peyğəmbərdir. Yox, 3-ünü də bilməsə, yenə Peyğəmbərdir. Yox, birin bilsə, 2-sini bilməsə, yenə Peyğəmbərdir. Yox, əgər 2-sini bilsə, birin bilməsə, onda bilin ki, Peyğəmbərdir. İndi o suallar nədən ibarətdir? Yəni, bunun ardını inşallah gələn söhbətimdə eləyərəm. Allahümmə əsfəllə ələ Muhammedin və ali Muhammed. La hevlə və la qüvvətən illa billahul əliyyul əzim. Və sallallahu ala Muhammedin və alihi təyyibinə tahirin. Və səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.